Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Bugün mən iki üsulla üzüm yarpağını necə qışa bağlayıb hazırlayıram, onu sizinlə çəkib paylaşıram. İlk öncə üzüm yarpaqlarını tərs çevirərək səliqəli şəkildə bir-birinin üzərinə yığıram. Yarpaqları əvvəlcədən yuyub sterilizə etdiyim, quruladığım bankalara yığıram. Daha sonra kiçik bir kağız parçası yandıraraq üzərinə qoyuram və əvvəlcədən sterilizə etdiyim qapaqlarla bağlayıram. Birinci üsulla hazırladığım yarpaqlar hazırdır. İndi isə keçirəm ikinci üsula hazırlamağa. Eyni qayda ilə yarpaqları tərs çevirərək səliqəli şəkildə bir-birinin üzərinə yığıram. Bol soyuq su ilə yuyub aşüzana yerləşdirirəm. Yarpaqları yığacağım qaba 3 litr qaynar su və 1 paçka iri duz əlavə edib qarışdırıram. Daha sonra səliqəli şəkildə yarpaqları içərisinə yığıram. Üzərinə böyük bir boşqab yerləşdirib, üzərinə ağır bir şey qoyuram. Mən bankaya su döktüm, qoydum. Bir gün keçdi. Artıq videoda da gördüyünüz kimi yarpaqların rəngi dəyişildi. Əvvəlcədən yaxşıca yuyub sterilizə etdiyim bankalara səliqəli şəkildə yığıram, bastıraram və qapaqları da sterilizə etmişəm. Qapaqlarla bağlayıb artıq qışa saxlayıram. Bu üsulu mən çox sevirəm. Birinci üsul çox asandır, amma mən bu üsulla yarpaq bağlamağı çox sevirəm. Çox gözəl, yumuşaq yarpaqlar alınır. İnşallah sizlər də yarpaqlarınızı bu üsullarla bağlayıb çox bəyənəcəksiniz. Videomu bəyəndinizsə yaxınlarınızla bölüşməyi, kanalıma abunə olub videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.